Salam, hər vaxtınız xeyir olsun. Bugün biz problem davranışlardan danışacağıq. Həm problem davranışlar, həm də uşaqlarda davranış pozuntusu, bu ikisinin fərqi, problem davranışların yaranma səbəbi, kliniki və pedaqoji müşahidə bu kimi mövzuları əhatə eləyəcək və bunlara necə müdaxilə eləməliyik. Aynur Hüseynli katılmalıdır indi. Akşam xeyir olsun Nailə. Axşamın xeyir Aynur. Xoş gördük. Xoş gəlmisiniz. Mən qısa bir anons verdim. Problem davranışlar, davranış pozuntusu, bunların fərqi. Başlayaq məncə. Əgər ümumiyyətlə problem davranışlar elə bir mövzudur ki, hər dövrün trend bir başlığı olur əslində. Yalnız bu dövrə xas olan bir şey deyil. Düz bu dövrdə biz daha çox eşidirik və əmin ola bilərik ki, biz gələcək illərdə eyni zamanda 50 il öncə də, 100 il öncə də sadəcə adı problem davranışı olmasa belə valideynlərin, himayəsində uşaq olan hər kəsin bu başlıqdan əziyyət çəkdiklərini demək ola bilər, yəni deyə bilərik. Ümumiyyətlə problem davranış gəlməzdən öncə problem davranışın nə olduğunu mən əslində vurğulamaq istəyərdim. Hər xoşumuza gəlməyən davranış problem davranış deyil. Problem davranış kateqoriyasına daxil ola bilməsi üçün bunun xüsusi bir punktlar var. Problem davranışlar uşağın öyrənməsinə, uşağın sosiallaşmasına əngəl olan, eyni zamanda isə zərər vermə ilə müşahidə olunan davranışlardır. Amma bir məsələ də var Nailə, bunu da vurğulamaq istəyərdim ki, problem davranışla bir də davranış pozuntusu haqqında yəni düşünürəm ki, bu istər mütəxəssis olsun, istər valideyn olsun, bir qarma-qarışıqlıq var. Hər problemli davranışa davranış pozuntusu şəklində qeyd olunur. İstəyərdim elə bundan daxil olar. Çünki ikisi tamamilə fərqli bir nüansdır. Problem davranış, az öncə dediyim kimi, hər bir uşağın inkişafında rast gəlinə bilən normal bir məsələdir. Yəni, hər bir uşağın inkişafında var, bu normaldır. Sadəcə uzun müddət davam etməsi bizi narahat edir əslində. Yəni, bu yaş simptomları kimi deyə bilərikmi ki, Bəli. yaşın gətirdiyi, özünü doğru ifadə eləməmə və ya ifadə şəklini, yaşadığı mühiti anlamama, o uşağı anlamaması və s. Çünki biz bundan öncəki görüşümüzdə qeyd eləmişdik ki, yer üzərində olan canlılardan insan övladının dünyaya gəldikdən sonra sinir sisteminin böyük hissəsi inkişaf eləməyə başlayır. Cüzi bir hissəsi ana mətnində demək inkişaf edir. Daha böyük bir hissəsi inkişafdan sonra, yəni doğulandan sonra əslində başlayır və bu da ki, həyatın sonuna qədər də davam edir. Biz erkək yaşlı uşaqlarda səbr etmədik, gözləmədik, diqqət problemləridir və s. Əslində problemləri deməyək, çətinlikləri deyildik. Bu yaşa görə də çox normaldır və bu inkişaf yolunda bunları edərək əslində nəyilərsə öyrənir. Yəni problem davranış uşağın həyatında olması normaldır. Burada bizi narahat edən hissə problem davranışın uzun müddət davam etməsidir. Amma davranış pozuntusu isə psixiatriyada bir diaqnozdur. Problemli davranışda biz qeyd elədik ki, uşağın inkişafında normal olan, yəni kateqorisi elədik, yəni olması normaldır, qısa müddətdə davam edir. Bir əlamətdir, simptomdur. Problem davranış diaqnoz deyildir, amma davranış pozuntusu diaqnozdur. Çünki burada olan davranışlar normalizə oluna bilməz, normal kateqoriyalar içərisində daxil deyil, davam etməsi uzun müddətlidir və ciddi şəkildə uşağın yenə də yəni həyatına davam eləməsinə, inkişafına da, yəni davranış pozuntusuna, yəni bu şəkildə də mənfi təsir göstərir. Yəni, konkret olaraq davranış pozuntusu diaqnozdur, amma problemli davranış isə bir əlamətdir. Yəni, biz hər problemli davranışa davranış pozuntusu deyə bilmərik. Amma davranış pozuntusu içərisində olan problemli davranışlara, yəni, mümkündür. Rast gəlmək mümkündür. O da nə zaman olur? Problemli davranışlar uzun da doğru şəkildə müdaxilə edilməzsə, bəli, müəyyən bir müddətdən sonra isə bu davranış pozuntusunun bir simptomu ola bilər. Yəni, ilk öncə buradan rast gələ, yəni istədim bunu vurğuluyum. İkinci məsələn,
Nə üçün bu davranışlar? Biz dedik ki, bəli, bu problem davranışdır. Uşağın inkişafda rast gəlməsi normaldır. Amma bəs niyə adı problemdir? Çünki bu davranışlar, uşaq bu davranışlar sayəsində söylər. Amma bu davranışların uzun müddət davam eləməsi uşağın sosiallaşmasına, yəni həm yaşıdları ilə oyun oynamasına, öyrənməsinə, təhsilinə mənfi təsir göstərir. Eyni zamanda zərər vermə olur. Bu əşyaya zərər vermə ola bilər. Valideynin ya da yəni valideynlərin həyatına, ailə üzvlərinin həyat rutininə təsir göstərir. Uşağın öz həyat rutininə mənfi təsir göstərir. Yəni burada mənfi təsir göstərən bir neçə xüsusiyyətlər var. Adətən biz bunu da eşidirik ki, valideyn deyir ki, biz qonaq gələ bilmirik, biz qonaq qəbul edə bilmirik. Bu uşağın bu davranışları və s. adətən bu şəkildə biz eşidə bilərik. Bəs mənfi təsir göstərdikdə, üzrlü sözü mənfi təsir göstərdikdə uşağın yaşadığı mühitdəki insanların da reaksiyası və özünə ifadə şəkli, bir də ki, problemi həll etmə şəkli araya girir. Problem həll etmə şəkli də problemlidirsə, uşağın mühitdəki yetişkinlərin problem həll etmə şəkli problemli olduqda, uşağın məsələsi daha da böyüyür. Daha da böyüyür. Bəli, müdaxilə şəkli adətən bu dövrdə yanlış olur və buna görə də problemi davranışı davam etmə müddəti daha da uzun, yəni uzana bilir. Burada başqa bir nüans da var əslində. Bir məsələmiz də var bizim. Biz hər xoşumuza gəlməyən davranışla problemi davranış deyə bilmərik. Yəni valideynin xoşuna gəlməyən və s. Problemli davranış kateqoriyasına daxil edə bilmədiyimiz üçün bir neçə sual verməliyik. Bu davranış uşağın öyrənməsinə mənfi təsir edirmi? Bu davranış uşağın sosiallaşmasına mənfi təsir edirmi? Bu davranışın altında ümumiyyətlə zərər vermə varmı? Yəni bu əşyaya zərər vermə ola bilər, bu öbürünə zərər vermə ola bilər, bu ətrafdakı başqa insanlara zərər vermə ola bilər. Bu davranışlar uşağın rutinini, yəni fəaliyyətlərdə mənfi təsir göstərirmi? Ailə həyatına, dinamikasına mənfi təsir göstərirmi? Biz bu sualları verəriksə, bu suallardan birinin hər cavabı oradadırsa əgər, bəli, bu artıq problemin davranış kateqoriyasına daxil edə bilərik. Yəni hər davranışa, hər xoşumuza gəlməyən davranışa biz problemli davranış deyə bilmərik. Bəli, burada bizim sonra toxuna biləcəyimiz bir məqam da var əslində. Məsələn, biz bunların səbəblərinə də məncə toxunmalıyıq. Bəli, elə onu sual gətirirdim ki, səbəblər nə idi deyə. Bunu ayrı-ayrı mı, yoxsa ümumiləşdirərək hər ikisini paralel şəkildə mi gedirsən? Bunu ayrı-ayrı mən deyə bilərəm. Hətta ümumi mən qeyd edeyim ki, bu səbəblərin nəyə görə səbəblər ola bilər? Səbəblərə görə bölünür əslində. Məsələn, diqqət əldə etmək üçün olan, diqqəti ola bilər, hissəyə ola bilər, nəsnə, əşya, fəaliyyət deyim. Yəni, bunlar əldə etmək üçün olan bir davranışlar, problemli davranışlar. Yəni, hər bir davranışın altında yatan bir səbəb var. Hər səbəbin altında bir məqsəd var əslində. Uşağın məqsədi nəsə əldə etməkdir ki, və buna görə bilinçli formada, yəni şuurlu şəkildə olunan davranışlardır. Burada biz hər hansı bir emosional ehtiyacdan danışmırıq. Şuurlu şəkildə uşağın etdiyi əldə etmə davranışlarıdır. İkinci, məsələn, bir kateqoriya daxil edə bilərik ki, yayılma, qaçılma üçün olan davranışlar. Yəni, hər hansı bir adətən bu rutin davranışlardan çinmək ola bilər, yatmaq ola bilər, məktəbdir, bağçadır və s. Yəni, fəaliyyətdən qaçılma üçün olan davranışlar. Yəni, bu da şuurlu şəkildə, bilinçli şəkildə olunmuş davranışlardır. Üçüncü kateqoriya stimul əldə etmək üçün olan davranışlar. Problemli davranışlar. Yəni, bu problemli davranışları biz necə deyə bilər? Adətən biz bunu tipik uşaqlarda görsək belə, atipik uşaqlarda biz daha çox görə bilərik. Bu nədir? Altında yatan hər hansı bir həzz var. Həzzi əldə etmək üçün olan davranışları. Bu, dırnaqları yemək ola bilər, barmaq sormaq ola bilər, masturbasiya davranışları ola bilər uşaqlarda və yaxud da ki, qulaq tutma ola bilər, əl çırpma davranışları ola bilər. Bu, adətən, az öncə qeyd elədiyim kimi,
az yaşlı uşaqlarda və yaxud da ki, ativik inkişaflı malik olan uşaqlarda daha çox rast gələ bilərik. Bir də başqa bir səthi məsələlər ola bilər. Fizioloji ehtiyaclar fonunda olmuş, məsələn, uşağın yuxusuzluqdur, aclıqdır, bu kimi fizioloji ehtiyaclar fonunda yaranmış problem davranışlar ola bilər. Adətən bu da az yaşlı uşaqlarda daha çox ola bilər. Yəni biz bir problemi davranışı idarə etməyi, doğru bir müdaxilə etməyi nəzərdə tutmuruqsa, bu müddətdə biz səbəbləri bilməliyik. Yəni səbəblər bilinmədən təbii ki, biz onlardan müdaxilə edə bilməyəcəyik. Yəni alternativ səbəblər elə bunlardır. Bəs ola bilərmi ki, davranış pozuntusu ağır diaqnoz, ağır səviyyədə yox, belə orta səviyyədə elə də davam eləsin və o insan təsadüf nəticəsində ailə də qurur, bir iş qurur və elə də davam eləyir. Yəni ünsiyyətdə dağıdıcıdır, iş mühitində, yəni əsasən bu münasibətə təsir eləyir, ünsiyyətə təsir eləyir, dağıdıcıdır, amma belə də davam eləyir. Yəni ola bilərmi? Və bu ilə mı məhdudlaşır o insanın davranış pozuntusu? Bundan o yana gedə bilərmi? Bundan başqa bir patlama verə bilərmi? Əslində, məsələ bu, bunu problem davranış şəklində mən sizə qeyd edeyim ki, problem davranış formasında, məsələn, bir uşaq ağlayaraq hissi əldə etməyi öyrənir və hissini ağlayaraq əldə etdirir. Yəni, qaçınma davranışları və s. məsəl üçün bu şəkildə və yaxud da ki, qırma, əşya atma, zərər verməyə gedir. Doğru müdaxilə olmadığı halda bu əslində bir vərdişə çevrilir. Əslində, uşaqda daha çox aqressiv bir formada olur. Əslində, bayaqdan normativlər içərisində daxil danışanda biz bunu dedik ki, yəni uşaq bunu ağlayaraq əldə etməsi bir dəfə, qısa müddətli olması normaldır. Doğru müdaxilə olunarsa, uşaq ağlamadan nəyisə əldə etməyi öyrənir. Amma bu uşağa doğru şəkildə müdaxilə edilmədiyi halda... Başqa aləti, bir şeyi əldə eləməyin başqa alətini öyrənmədiyi üçün. Və öyrənmədiyi üçün yetkinlik alanda problem həll eləmə bacarıqları çox aşağı olur. Səbr eləmə davranışları çox aşağı olur. Bəzən bu insanlar diqqət əldə etmək istəmə davranışları ola bilər və bu onun, necə deyim, dağıdıcı bir davranışlar artıq bu şəxsi yetkinlik halında bir xarakterdə də vərdiş aldığı bir də xarakter formasında da özünü göstərə bilər. Bu insanlarla ünsiyyətinə, sosiallaşmasına, dözümlülüyünə, tolerə eləyə bilməsinə, yəni tolerantlı olmasına, daha çox psixoloji dözümlü olmasına, yəni reziliyansına belə təsir göstərir və bu təsirlər də fərqli təsirlərdir əslində. Yəni, hələ də biz görürük ki, 30-lar, 40-lı və yaxud da ki, 50-li yaşlarındadır. Hələ də problemi həll edə bilmir. Mən mərkəzi baxmağa başlayır. Yəni, hər şeyin özü ətrafında fırlandığını düşünür. Hələ də aqressiv rollarla, küsərək və s. Məsələn, bu deməkdir ki, yalnız aqressiv, dağıdıcı davranışlar, küsmə davranışlar da ola bilər. Mən sonra küsdüm, bu vaxtda belə ola bilər. Öyrənilmiş davranışdır əslində. 40-lı, 50-li yaşlara qədər də eyni zamanda davam etdirə bilər. Yəni, əslində, bəzən erkək yaş dövründə verilmiş alətlər doğru olmadığı halda bu insanın artıq vərdişinə çevrilir və onun xarakteri xarakterində də özünü təmsil edir əslində. Amma bu problem davranışlarla bağlıydı da daha çox. Yəni bu məni tam qane eləmədi. Məsələn, davranış pozuntusu ilə gedək. Davranış pozuntusu bir diaqnozdur. Mən diaqnozu soruşuram. Davranış pozuntusu, bəli, bir diaqnozdur. Bu psixiatrik bir diaqnozdur. Bu ağır davranışlarla gedən, adətən bunun özləri də var. Qarşı gəlmə, qarşı olma, yəni bu özünün növləri də var. Qanuna qarşı çıxma şəkilləri, yəni bu ağır bir, necə deyim, cəmiyyətin qanunlarına qarşı çıxır və s. və hər şeyi bir ədaləti axtarışı, öz məsələsi bir ədalət axtarışında olur, ciddi şəkildə amma bunu öz ölçülərinə görə cinayət məsələləri var, yəni biz bunu normallaşdıra bilmərik. Bayaqların dediyi başqa bir məsələdir uşaqlarda, yəni uşaqlıq dövründən bacarıq qazanılması, yəni aşağı olur və bunu xarakterinə təmsil edir. Amma davranış pozuntusu ciddi bir, yəni ailə yapısında da, yəni şəkillənməsində də bu özünə göstərir ki, yəni burada da lap erkən yaş dövründə, məsələn, 13 yaşında ola bilər, bəzi məsələlər və bu ciddi, necə deyim, cinayət timsalında və yaxud da zərər vermə, yandırma davranışları, xuliqanlıqdır, sürət həddini aşma olsun və s. oğurluqdur.
Bu kimi şeylər görünə bilər əslində. Bu davranış pozuntusu bu şəkildədir. Yəni bu sadəcə münasibət daxilində bəli, sadə bir şeylərlə müşahidə olunmur. Yəni daha qatı şəkildə müşahidə olunur. Aydındır. İkisi tamamilə başqa bir məsələdir. Aynur, problem davranışlarla bağlı bildik. Məsələn, 0-3 yaş arası da 3-6 yaş arası özünə uyğun bir şeyi istəyəndə istəmə şəklini daha sakit alətlər, yəni alət verməliyik. Alət verdikcə uşaqda problem davranışlar azalır, yaşın gətirdiyi kimi davranmağa başlayır və s. və s. Bəs davranış pozuntusunu biz birincisi bu hansı yaşda artıq özünü göstərir. Biz buna keçən dəfə də toxunduq biraz və keçən yayımda buna səhv eləmirəmsə valideyn tipləri və valideynlərin bu situasiyada hansı valideyn tipinin necə davranmasını da sən geniş təhlil elədin, danışdın. Bu dəfə isə sual verirəm ki, ümumiyyətlə, yəni bu davranış pozuntusu fərqi yoxdur. Çevrədə olan hansısa bir yetişkin də bir xəbərdarlıq sos verə bilər bunu görərək. Yəni nə vaxt sos verməliyik? Nə vaxt biz sos verməliyik əslində? Biz laf təməlindən verməliyik. Ta ki biz bunun davranışın normal olmadığını və bunun davranışın uşağın sosiallaşmasına, təhsilinə zərər gəlirsə, bu dövrdən artıq biz bunun fərqindəyiksə, fərqində olduğu dövrdən artıq biz bu bizim üçün bir sos siqnaldır əslində. Yəni ki, burada nələrinsə doğru getməmək əslində. Yəni bu davranışın müxtəlif məkanlarda, yəni fərqi deyil bu evdə. Bu evdə də ola bilər, çöldə də ola bilər, məktəbdə də, bağçada da, cəmiyyət içində də, qohum evində də fərqi yoxdur. Yəni davam edilən bir məsələlər olur. Bu artıq nələrisə pozursa, nələrisə narahat edirsə, demək ki, bunun altında bir əmması var. Bu əmmanı əslində axtarmaq lazımdır ki, bu nədir? Biz bunu kateqorizə edib bu davranışları daha sonra isə necə müdaxilə etmək lazımdırsa, o istiqamətə getməliyik. Bəzən bizim şəxsi münasibətlərdə biz görürük ki, hər kəs əslində təməlində çox yanlış başlayır davranmağa. Hər kəs özünə sərf edən bir istiqamətdə başlayır. Məsələn, ağlayaraq əşya əldə etmə davranışında. İlk dövrlərdə, məsələn, ən çox etdiyimiz səhvlərdən biri nədir? Uşaq ağlayırsa, əldə edilmək istəyirsə, yox, başım ağlamasın, bir geçsin. Burada əslində bəzən biz görürük ki, valideynlər arasında da tavazlıq pozulur əslində. Bəli, hər iki tərəf eyni zindana vurmur. Bəzi valideyn, məsələn, ana deyim və yaxud da ki, ata deyim, burada xətirlərinə dəymək, ikisi üzərinə də gedək. Ana və yaxud da ki, ata ikisindən bir səbirli davransa, digəri artıq deyir, ver geçsin, eybi yox, bir dənə şokolada görə, və yaxud da ki, bir dənə oyuncaq görə, heç olmaz, mən ona kasıb verməyəcəm, pulumu azalmayacaq və s. Eybi yox, ver geçsin, Allah və s. İlk dəfələrdə bu görünmür. Amma daha sonra krizlər hər zaman yaşanmağa başlayır. Artıq çünki uşaq nəyə öyrənmir? Mən ağlayaraq istəyimi əldə edə bilərəm. Mən ağlayaraq diqqətimi əldə edə bilərəm. Mən ağlayaraq hər hansısa bir fəaliyyət əldə edə bilərəm. Uşaq bunu öyrənir və başlayır bunu taktikalara keçirməyə. Əgər valideyn həmin gündən artıq deyir ki, yox, ağlayaraq əşya əldə etmək istəyirsən, ona verməyəcəm. Daha böyük ağlamalara səbəb olur və uşaq daha çox ağlayaraq, daha çox zərər verərək, ki, bu ağlamadan yenə də söhbət getmir. Ailə dinamikasını pozaraq və s. O əşyanı, yəni sərhədlər yoxdur, əslində test edir ki, hara qədər mən davam edə bilərəm əslində. Bir də ki, valideyn də test edir ki, valideynin səbir testi nə qədərdir? Bir nöqtədən sonra, məsələn, bəzən rutinlər formasında gəlmiş doğru davranan bir valideyn müəyyən bir həssaslıq nəticəsində, əgər dözümsüzlüyünü göstərirsə və daha çox ağlamalara səbir edə bilmir və onun istəyini əldə edirsə, bu uşaq yenə də öyrənir ki, mən istənilən zərər verərək və yaxud da ki, ağlayaraq bu əşyanı, bu istəyimi mən əldə edə bilərəm. Uşaq bunu da dışa çevirir. Bu arada bu ilə bağlı müəllifin adını bayaqdan yadıma salmağa çalışıram. Amerikalı pediatr idi. Biz Azərbaycanca tərcümə olunmayıb o kitab. Türkçə var. Mahallenin Mutlu Yumurcağı. Orada 0-3 yaşı Neandertal dövr adlandırır hətta ki, uşağın davranışlarını elə düşünün. Yəni, o davranışları sərgiləyə bilər. Sən ona yeni vermədikcə, yeni bir alət vermədikcə, o uşaq o şeylərdə davam eləyəcək. Hətta ağlamağı ölçənə qədər o deyir. O sərhədləri
uşağın valideynin sərhədlərini ölçməyini orada çox yaxşı Kesinlikle. xırdalayır. Gedişlərlə çox yaxşı xırdalayır Bəli. orada. Bəli, bəli. Uşaq da yəni bu qaydada başlayır. Yəni və yaxud da ki, təkcə bu əldə etməklə bağlı olan bir məsələ deyil. Və yaxud da rutindən qaçmaq üçün məktəbdən və yaxud da ki, bir bağçaya getməmək üçün, çinməmək üçün, yemək yeməmək üçün, vaxtında yatmamaq üçün bəzən bu davranışları eləyir və artıq dözümsüzlük yaranır və valideyn bir nöqtədən sonra uşağın dediyini eləyir və bu artıq bir vərdişə çevrilir. Uşağın əlində əslində bir silahdır. Yəni bu şəkildə davam edir. Burada biz yenə də deyirəm, sosu biz həmin dövrdə, ilk dövrdə biz özümüzə sual verməliyik ki, bu normaldır mı? Bəzən valideynlər daha çox, biz onun valideyni hissində də qeyd eləmişdik, bir valideynin məktəbi olmadığı üçün, yəni hər kəs bu məktəbi bitirib diplomunu almadığı üçün, bəzən ilk hallarda doğru davranmır. Yəni çünki nəyi necə edəcəyini bilmir. Bu dövrdə də nə olur? Yəni çox yanlışlar əldə edir. Elə bir həddə biz üzləşirik ki, konsultasiyalara müraciət olunur ki, artıq uşağın artıq 4 yaşı var, 5 yaşı var. Ciddi şəkildə bu problemli davranışların ağır bir mənzərəsi ilə biz üzləşirik. Amma doğru bir müdaxilə olanda, hətta biz deyirik 2 həftə, 3 həftəyə artıq bu davranışların biraz ləngiməsinə, azalmasına müşahidə edə bilirik. Yəni bu davranışları sadəcə doğru müdaxilə edilərsə, qısa müddətdə zəifləməsi deyim, bir müddətdən sonra isə tamamilə ölməsi ilə biz müşahidə edirik. Məsələn, eyni uşaq, eyni problemi davranışlar həm evdə göstərir, həm bağçada göstərir. Məsələn, bağçada müəllim və yaxud da ki, dayə doğru müdaxilə edirsə, həmin davranış, problem davranış bağça daxilində sönür. Əgər valideyn doğru müdaxilə etməzsə, eyni davranış evdə davam edəcək. Bəzən biz bunu görürük ki, bu evdə bu davranışı eləyəncə bağçada bunu eləmir. Yəni, bu doğru müdaxilə olunmasına görə biz bunu görə bilirik. Və yaxud da bunun tamamilə əksi ola bilər. Valideynə şikayət gəlir, valideyn deyir ki, bu davranışı biz evdə müşahidə eləmirik. Bunu göstərir ki, bəzən analizlər və s. etdikdən sonra bağça daxilində doğru da davranış, yəni müdaxilə olunmuyub, ev daxilində isə tranzitli bir müdaxilə olunması da yəni özünü göstərə bilər. Altında yatan başqa səbəblər də ola bilər. Adətən biz bunu görürük ki, valideynin müdaxiləsi doğrudur, bağçanın müdaxiləsi doğru deyil. Yəni bu şəkil yəni göstərilir. Bu da müəyyən bir təcrübədir. Araşdırmada hal-hazırda bizim məqsədlərimiz eyni zamanda bilinçli, məlumatlı, şuurlu bir yəni valideynlərə müraciətimiz əslində ki, yəni gec deyil. Yəni hər problemli davranışın terapiyaya gəlməsi ehtiyacı yoxdur. Yəni hər problemli davranışa malik olan uşağın terapiya, çünki biz onu dedik ki, inkişafın normal bir hissəsidir. Bir müddətdən sonra bir müddətə qədər davam edirsə çox normaldır. Doğru müdaxilə olunarsa, yəni bu artıq sönə və yaxud da ki, azala bilər. Amma valideynin məsələn bir konsultasiya alıb doğru və yaxud da ki, necə müdaxilə ediləcəyini öyrəndiyi halda, bəli, bu nöqtədən sonra yəni birinci formada bu davranışın azalmasına səbəb ola bilər. Bir də bu uşaqlıqdan məsələn inadın qırılmasına adətən valideynlər, indi düzdür, bəlkə də heç 1% də yoxdur, amma əvvəl çox idi, bizim dövrümüzdə daha çox idi. Şiddətlə, baskı ilə, daha çox qorxudaraq, bəli, daha belə deyim də, qorxudaraq müdaxilə eləmək ən rahat yolu idi və yeganə alət bu idi. Mən bir şey danışacağım. Deməli, bizim məktəb dövrümüzdə 90'ların illərində, o illərdə məncə bütün bölgələrdə o məşhur idi. Bizim məktəbdə də elə bir şey dalğa düşmüşdü. Stulun ayağını qırmaq. Müəllim sinifə girəndə stulun ayağını qırırdılar. Və müəllim sinifə girirdi, otururdu, yıxılırdı, uşaqlar da gülürdü və bu onların yeganə əyləncəsi olmuşdu. Və həmin vaxtı deməli hər sinifdə 1 ya 2 uşaq var idi ki, bu davranışı tətikləyirdi. Ki yenə eləyək. Və digər uşaqlar bu davranışı ayıblayan, əslində içdən içə ona okey verməyən uşaqlar da səsini çıxara bilmirdilər. Çünki onlar axı daha çox təsir göstərə bilirlər. Və direktor müavini, o uşaqların sinif rəhbərləri, idman müəllimi işə qarışır, uşaqları qorxudurlar, valideyni məktəbə çağırırlar, uşaqların məktəbdən çıxarılması və s. nə qədər təhdid edirlər, bu alınmır. Çünki eyni həmlədir və eyni həmlə alınmır, niyəsə. Bir dəfə fizika müəllimimiz sinifə girib,
və hiss eləyib ki, uşaqlar nəsə qımışır. Uşaqların o duruşundan, gülməyindən hiss eləyib ki, masa stul sınıb və stulu əlinə götürəndə stul həqiqətən sınıbmış. Və qayıdıb uşaqlara deyib ki, əgər bir nəfərin yıxılmağı sizi güldürürsə, mən hər sinifə girəndə bir partiya yıxılaram, siz gülərsiniz, biz ondan sonra dərsə davam edərik. Məktəbin inventarını da sındırmayın. Yəni, bir yıxılmaq sizi bu qədər güldürə bilərmi də? Yıxılmaq adamı niyə güldürsün? Və bu, düzdür, bu söz həmin vaxtı birdən-birə kəsmədi o davranışı. Amma yeni bir dalğa yaratdı. Məktəbin içində ictimai qınaq yaratdı o hərəkətə qarşı. Və o hərəkət tədricən əridi getdi. Azaldı getdi. Bilirsən burada nə üçün getdi? Çünki uşağın yəni əslində uşaqlar bu yıxılma məsələsini ortaya ataraq əslində artıq çünki məktəbdə avtoritet şəxs kimlər? Müəllimlərdir də. Daha çox yəni qərar verənlər müəllimlərdir və uşaqlar bunu edərək onları bir zəif nöqtəyə gətirib, yəni gücünü onların üzərinə gətirmək istəyir. Amma o həmin müəlliməni, fizika müəlliməsini o qeyd elədiyi bir məsələ nədir? Yəni siz məni yıxaraq və s. Yəni mənim üzərimdən nəsə əldə edə bilməzsiniz. Əslində bu neytral bir formada qeyd edir. Çünki digər müəllimlər yıxıldıqları və ya sədə aldıqları halda neyini? Aqressiv davranardı çox vaxt, acıqlanardı. Yəni bu hadisədən nə qədər onlara təsir etdiyini davranışlarla, verdiyi cəzalarla və s. daha da yəni hiss etdirərdi ki, yəni bu davranış mənə mənfi təsir göstərir. Yəni əslində qarşı tərəf, yəni uşaqlar müəllimlərin o zəif nöqtəsindəyim ki, əldə etmiş olurlar və bununla da onları daha çox aqressivləşdirmə, daha da onları incitmək istəyir. Çünki açıq tərəfinə artıq onlar əldə ediblər. Amma digər müəllim isə bu məsələyə neytral yanaşaraq, yəni yıxılmaq istəyir, mən sizin üçün yıxılaram. Yəni burada artıq bir aqressiyanın olmadığı, cəzanın olmadığı bir dönəmdə uşaqlar lazım olan həzzi o müəllimədən ala bilmirlər əslində. Əslində orada bir eğiticilik olmur. Müəllimənin neytral davranışı əslində uşaqlara nəyisə öyrədir və bu zamanla da öyrədir və uşaqlar artıq bəli, demək bu müəllimə ilə biz nəsə bir həzz ala bilmirik. Yəni o yıxılma davranışı və yaxud da ki, güc kontrolu deyim bununla bağlı. Məsələn, bizim müdaxiləyə gələndə isə məsələn, ağlayaraq əşya əldə etmək istəyən bir uşağa qarşı. Biz onu kəs səsini, sən artıq yemisən, bezdirmisən məni. Yəni bu şəkildə ki, biz davranarsak, çoxumuz bu şəkildə davranır, uşağın nə olur? Zaten uşaq kriz anındadır və nəsə əldə etmək istəyir və çox istəyir və bunu əldə eləmək və biz aqressiv formada həmin kriz anı daha da şiddətlendiririk. Yəni bu alovun üzərində benzin dönmək kimi bir şeydir. Biz uşağa belə davranaraq da məsələn qışqırırıq və ya fiziki şiddət eləyərək sakit ola bilmədin. Çünki axı biz o necə sakit ola bilər? Biz burada ona doğru rol model ola bilmirik. Biz sakit olmalıyıq ki, uşaq da bizə baxır əslində sakit ola bilsin, problemi həll edə, yəni necə həll edəcəyini bilsin. Bu dönəmdə sakit qalmaq çox önəmlidir. Və yaxud da ki, bu uşaq kriz anındadır və s. və çox mərhəmətli, nəzakətli, çox yumuşaq olur və sevəcən sözlər və s. istifadə eləmək də doğru deyil əslində. Çünki bu uşaq yəni burada kontrolunu əlinə ala bilir. Yəni onu ağlama davranışları yuxarı sərhədlərini sınaya bilər ki, qarşı tərəfi diqqətini əldə edə bilməsi üçün. Burada biz neytral bir sima göstərir. Neytral sima istədiyi nədir? Yəni sən bu davranışından nə məni əsəbləşdirirsən, nə də mən sevindirirsən əslində. Mənə hər hansı bir emosion olaraq təsir deyil. Mən səni, yəni bu davranışını, bu istəyini qəbul edə bilərəm. Sən dışarılıq istəyə bilərsən, amma indi mən sənə onu verə bilmərəm. İzahını veririk. Yəni ağlamaq istəyirsən, bəli, ağlaya bilərsən. Məsələn, sakitləşməyinə kömək edə bilərəm. Biz onu cəza vermirik, təhdid eləmirik. Uşaq yəni də ağlayacaq, daha da möhkəm ağlayacaq, gələn səfər daha da möhkəm ağlayacaq. Amma uşaq sonunda nə öyrənəcək? Mən ağlayaraq hər hansı bir nəsə əldə edə bilmirəm. Diqqət əldə edə bilmirəm, əşya əldə edə bilmirəm, rutin əldə edə bilmirəm, əlindəki alətin işlək olmadığını əslində görür. Bəli. Bəs uşağın ağlayaraq nəsə əldə etməsi normaldırmı? Təbii ki, normaldır. Çünki uşaq doğulduğu andan etibarən danışa bilmir, elə deyil.
narahatlığını, aclığını, özün narahat hiss etdiyini, küfrün olduğunu, altının təmiz olmadığını və bunun narahat olmadığını ağlayaraq qarşı tərəfə bildirir. Məsələn, əgər bir körpə ağlamadığı halda onun acdımı, toxdumu, təmizmi, natəmizmi, nə baş verir, hər hansısa bir ehtiyacı olduğunu biz bilmirik ağlama davranışına. Yəni uşaq ağlayaraq nəsə əldə etmə davranışını laf doğulduğu gündən etibarən öyrənir. Bu uşağın bir əlində qazandığı bir alətdir. Amma zamanla nitqi inkişaf edərək biz onu sözlərlə öyrətməyə çalışmalıyıq ki, bu ağlama davranışlarının sayı azalsın. Biz ona görə də valideyn burada bir balanslı olmalıdır. Bir də başqa bir tərəfi də var. Uşaqlar yenə də doğulduğu gündən etibarən diqqəti deyək, səbr etməsi, dözümlüyü çox aşağıdır. Zaman öyrənməlidir və bu davranışların sayəsində öyrənir. Çünki uşaqlar zamanı bilmir, məkanı bilmir, nəyin necə olacağını bilmir, nəyin nə qədər olduğunu bilmir və biz onlara doğru davranış göstərərək, dözümlü olduğumuzu göstərərək, yəni bu davranışı, bəli, sən bunu sevə bilərsən, amma bu bir zamana ehtiyacım var. Məsəl üçün, sabah verə bilərəm, sən sabaha qədər gözləməlisən. Çünki gözü ilə əslində səbr etməyi və zamanın nə olduğunu öyrənmiş olur. Məsələn, biz bunu terapiyalarda da göstərə bilirik. Oyun terapiyasında, adətən də uşaq mərkəzi oyun terapiyasında bəzən uşaqlar oyun otağını tərk etmək istəmirlər. Və yaxud da ki, oradan bir oyuncaq götürmək istəyirlər. Və bu dövrdə biz, bəli, bilirəm ki, sən çox oyun oynamaq istəyirsən, bu otaq sənin üçün çox maraqlıdır, amma biz getməliyik. Sadə göstəririk. Bunun az yaxşı uşaqlarda onun terapiyasının bitməsi 15 dəqiqə öncəsindən, son 5 dəqiqə öncəsindən biz xəbərdarlığını da edirik. Uşaq yenə də razılaşmasa belə, biz heç nə olmaz deyib davam eləmirik. Biz yenə də, yəni saatımız bitdi, biz artıq otağa çıxmalıyıq. Eyni şey deyirik, oyunu dayandırırıq və biz bunu yumuşaq dərdləndiririk. Özündə də modelləşdirməlidir də. Yetkin şəxs uşağın qarşısında onu modelləşdirmirsə, özü qoyduğu qaydaya özü əməl etmək qısa şəkildə onu eləmirsə, uşaq da onu modelləşdirir. Yəni sən pozursan, mən niyə pozurum? Bu da var. Bəzən biz onu görürük ki, 3 yaşlı uşaqlar, 4 yaşlı uşaqlar daha da səbirli olmağa da var. Amma məsələn, bəzi uşaqlar var ki, 6 yaşında daha da səbirli ola bilmir, dözümlü ola bilmir. Biz hər hansı bir xüsusi diaqnozlardan danışmırıq. Biz inkişaf edən uşaqlardan danışırıq. Yəni, bu adətən həmin davranışlara doğru müdaxilə olunmadığını göstərir. Amma bu yenə bir şey, uşaq hər zaman, hər yaşda öyrənmək. Yəni, bu uşaqda yetkinlik fərqi yoxdur. Biz hər yaşda hər şey öyrənə bilərik. Sürəti fərqlidir əslində. Ona görə də doğru müdaxilə olunması çox əhəmiyyətlidir və önəmlidir. Yəni, biz səbirli olmalıyıq, neytral bir simaya sahib olmalıyıq, sakitliyimizi qorumağa bacarmalıyıq, unutmamalıyıq ki, biz onlar üçün rol model olmalıyıq, səs tonumuza diqqət etməliyik, qısa və aydın danışmalıyıq, sərhədlərimizi aydın şəkildə ifadə etməliyik, uşağın burada fizioloji və yaxud da ki, emosional ehtiyacını görməsən gəlməməliyik, cəzadan, şiddətdən, qorxutmaqdan və s. tamamilə biz uzaq durmalıyıq, bunun lazımsız olduğunu bilməliyik, çox mərhəmətli, bəli, sakitləşməsi üçün biz zaman verə bilərik, bir yer vermək təklif edə bilərik, öz köməyimizi təklif edə bilərik, amma bunları biz neytral bir sima, neytral bir səs sonuyla etməyimizi unutmamalıyıq. Çünki biz burada qəzəbli olanda qəzəbi artıra bilirik, daha ılımlı, daha mərhəmətli və yaxud da çox yumuşaq mimikalar və jestlər uşağın da yenə aqressiyasının artmasına və bundan sui istifadəyə səbəb ola bilər. Yəni, amma biz burada yenə də baxırıq ki, bu davranış həqiqətən problemli davranışdırmı, bu davranışın altında fizioloji və yaxud da ki, emosional ehtiyac varmı, yoxmu, biz buna görə həmin davranışlara müdaxiləni etməyi, yəni seçməliyik. Amma bəzən də bir məsələ də var, mən yenə orada toxunmaq istəyirəm, biz kateqorizaya böləndə bir məsələ də var idi, kateqoriya da var idi, stimul əldə etmək üçün olan o problemli davranışlar. Məsələn, uşaqlarda masturbasiya davranışlarıdır və s. Erkən yaş dövründə, adətən atruk uşaqlarda biz bunu daha çox rast gələ bilərik. Məsələn, bu dövrdə həmin davranışın ortasında, çünki uşağın bir məqsədi və həzz almaqdır, həmin davranışın ortasında biz uşağa hər hansısa bir müdaxilə eləmirik. Çünki bu uşağın aqressiyasının daha da artmasına və özünü rahatlaması üçün bu davranışın daha da özünü möhkəmləndirməsi səbəb ola bilər. Görməzdən gəlirik, uşaq davranışı bitdikdən sonra, əgər anlama qavraması yerində olan bir uşaq üçün sakit formada biz bunu izah etməliyik ki, bu davranışları insanlara icazə vermək və s. doğru deyil.
Yəni bu şəkildə yox. Əgər aşağı yaşlı və yaxud da ki, anlama qavraması yaşına müvafiq təbim yaşına və yaxud da bioloji yaşına müvafiq deyilsə, həmin uşaqlar doğru bir müdaxilə etməli. Davranış öncəsini tapmalıyıq ki, əgər bu davranışın öncəsində bir hazırlığı var, bu öncəsi uşağın diqqətini və marağını yayındıraraq, hətta bir məsuliyyət verərək yayındırmağa çalışırıq əslində. Amma bizim burada ən böyük görülən səhvlər isə həmin davranışa müdaxilə etməyimizdir ki, o, məsələn, davranışı daha da möhkəmləndirir. Məsələn, diqqət əldə etmək üçün, yox, stimul əldə etmək üçün olan davranışlardan, yəni həzr olan davranışların bəziləri var ki, məsəl üçün, bəzi davranışlar görməzdən gələ bilər. Amma bəzi davranışlar isə görmür. Məsələn, 3 yaşlı uşağın parmağından sorması və s. Bu, normal görünəbilir. Amma, məsələn, 11 yaşlı uşaq üçün, məsələn, bu normal deyil. Uşağın sosiallaşması mənfi təsir edən bir davranışdır, məsələn. Məktəbdə 11 yaşlı, 12 yaşlı uşaqlar istəməz istəyər ki, öz qız və yaxud da ki, oğlan dostları barmağı sorulsun. Çünki bu yaşın müvafiq olan davranışlar deyil. Bu məsələ deyil. Məsələn, amma atipik, məsələn, inkişaf edən uşaqlarda və yaxud da ki, hiperhəssas olan uşaqlarda yüksək səslərdən qulağını tutma davranışı. Bu qoruyucu bir davranışdır əslində. Biz bunu görməzdən gələ bilərik, məsəl üçün, bu davranışın. Və yaxud da ki, əl çırpma davranışlar ola bilər, stereotip davranışlardır. Bu, qəzəbanda və yaxud da ki, sevincli alanda əl çırpması davranışları və s. ola bilər. Məsələn, yuxarı yaşda, məsələn, bu davranışları başqa bir davranışlar bəzənməsi ola bilər. Əllərini daha, məsələn, ciblərində salmaq kimi və s. kimi belə bir davranışları dəyişdirmək olar və bu altına yatan, yəni, bəzi burada stimul əldə edən problem, əldə etmək üçün olan problemin davranışları müdaxilə digərlərindən daha fərqli ola bilər. Əslində, bu üçün bir konkret olaraq bir mütəxəssis tərəfindən konsultasiya almaq, daha da dəyərləndirmək lazımdır. Amma yenə də nəzərimizə çatdırmaq ki, burada bəzi olan davranışlar bəzən, yəni, əgər ciddi bir məsələlərə səbəb olmursa, o görməzdən gələ bilər. Həyat keyfiyyətinə təsir eləmirsə, əgər bəli, həyat keyfiyyətinə təsir öyrənməsinə, sosiallaşmasına, ailənin, gün rejiminə, mühitə təsir eləmirsə, görməzdən... Bəzən təsir eləyə bilər, bəzən təsir eləyə bilər, amma baxırda kiçik bir təsirlərdən söhbət gedir. Yəni, böyük təsirlərdən deyil. Yəni, dağıdıcı, zərər verici deyilsə, bəli, görməzdən gələ bilər. Aynur, başqa əlavən varmı? Məncə... Burada bir toxunmaq istədiyim bir məsələdir ki, yəni yenə də üzərindən təkrar etmək istərdim ki, bu davranışların olması, uşaq inkişafına rast gəlinməsi normaldır. Sadəcə uzun müddət davam etməsi anormaldır. Yəni normal olmayan uzun müddət davam etməsidir. Yəni inkişafı ilə bağlı növbəti yaş mərhələsində uşaq elə bil əhatə dairəsi genişləndikcə uşaq özünü necə aparacağını bilməyə bilər və o xəritədə biz ona yol göstəririk. Yolu doğru göstərmədiksə, bu problem, davranış davam edir və yaşa görə rəngini dəyişir, başqa formada yenə də peyda olur. Bəli, yenə də qayıdır, daha böyük bir vərdişlərlə üzləşir. Uşaq güc qazandıqca o problem daha da yumaq kimi böyüyür, başqa formada üzə çıxır. Amma davranış pozuntusu isə bir diaqnozdur. Yayın boyu geniş danışdın ki, davranış pozuntusu. Problem davranış, yəni hər problem davranış bir davranış pozuntusu deyil. Problemli davranış daha çox simptomdur, davranış pozuntusu bir diaqnozdur. Biz onlara ayırırıq. Davranış pozuntusunun diaqnozu zaten də bu necə ortaya çıxır? Ailənin həyatının dinamikasına mənfi təsir göstərdiyinə görə ən çox bizə çıxır və bu da diaqnozla aparılır, qoyulur psixiatr tərəfindən. Yəni biz artıq ona toxunmuruq. Aynur, elə yayımı bağlamazdan əvvəl bir anons da vermək istəyərdim. Məncə gələn uşağın potensialını necə dəstəkləyək, maraq və bacarıqlarını necə dəstəkləmək olar? Hansı yaşda maraq və bacarığı istiqamətində uşaq həqiqətən inkişaf eləyirmi? O qolu, qanadı, böyüyürmü, güclənir? Bizim ona elədiyimiz təriflər və yaxud da ki, konstruktiv tənqidlər onun inkişafına xidmət eləyirmi? Qanadlarının inkişaf elətdirirmi? Yoxsa bilmədən onun qanadlarını biz qandallayırıqmı? Gələn dəfəki...
Yəni biz onun qanadlarını bağlamalıyıq mı? Yəni bu tərəfi də var əslində. Maraqlı bir mövzudur. Məncə maraqlı olacaq. 2 həftə sonra elə bu barədə danışarıq. Bəli. Təşəkkür ederim. Çox sağ ol, vaxt ayırdın. Mən təşəkkür edirəm. Çox sağ ol, mənim üçün də xoş oldu və çox maraqlı oldu. Gələn yayında görüşənəcək. Görüşərik. Çox sağ olun. Sağ ol.